Kimi şikayət edəsiniz yorumu yazan, bilmirəm indi xanımdır yoxsa bəydir. İstəyirəm qısaca bir məlumat verim. Bundan qabaqki videomda mən paylaşmışdım ki, gömrükdə mənim sifarişimi qanunsuz olaraq saxlayıblar və mənə qarşı kobudluq eləyiblər. Və bununla əlaqədar olaraq mən çox məyus olmuşdum. Dünənlərim mən həmin gömrüyə yenidən getdim və sənəd tələb elədim ki, nəyə əsasən mənim sifarişimi mənə təqdim etməmişdilər. Bununla əlaqədar mənə sənəd versinlər. Mənə imtina elədilər, sənəd vermədilər və həmin əməkdaş hansı ki mənə qarşı kobudluq eləmişdi, həmin əməkdaşın adını, familiyasını istəyəndə təbii ki, onu da mənə demədilər və bildilər ki, yazılı surətdə müraciət etməliyəm sayta və ondan sonra mənə həmin əməkdaşın adını, familiyasını deyəcəklər. Dünənlərim mən öz sifarişimi problemsiz götürmüşəm. Yəni gömrüyə gedərkən orada bildirəndə ki, mən sizdən şikayət edəcəyəm, mənim sifarişimi gətirib mənə veriblər və mənə dedilər ki, güya mənə ilk günü veriblər, amma mən özüm imtina eləmişəm o sifarişi götürməkdən. Halbuki belə bir şey olmayıbdı. Və dünənlərim axşam mənimlə Bakı Baş Gömrük İdarəsinin rəis müavini əlaqə saxlamışdı və bildirmişdi ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov sizinlə görüşmək istəyir və sizin paylaşdığınız videoya şəxsən özü nəzarət etmək istəyir. Yəni bu şikayətlə əlaqədar olaraq şəxsən özü nəzarət etmək istəyir və sizinlə görüşmək istəyir bununla əlaqədar olaraq. Mən bu günlərim yaxınlaşdım və mənə qarşı kobudluq edən əməkdaşlar da orada idi. Biz üzləşdik. Mənim haqqımda düzgün məlumat verilməmişdi. Bildirmişlər ki, güya mən gəlmişəm, orada səs-küy eləmişəm, lora dildə desək, həyasızlıq eləmişəm və özüm öz məhsulumu, özüm öz sifarişimi götürməyib getmişəm. Halbuki belə bir şey olmamışdı. Və Elmir Ramazanov tələb eləyibdi ki, video görüntüləri göndərin, baxmaq istəyirəm. Və videoda görüb ki, mən sakit durmuşam, əməkdaş isə mənə əllə qolla danışaraq qapı göstərir. Və bu video görüntünü gördükdən sonra mənimlə şəxsən danışmaq istəyib ki, bu söhbət necə olub ki, bu həddə gəlib çatıb. Biz bugün görüşdə olarkən həmin əməkdaşlarla üzləşdik və mən bildirdim ki, mənim sifarişimi mənə təqdim eləməyiblər, mənimlə kobud danışıblar və üstəlik də ki, məni yalancı çıxartmaq istəyiblər bu dünənlərim ki, güya mən özüm götürməmişəm öz sifarişimi. Sağ olsun Elmir Ramazanov mənim işimə baxdı. Həmin əməkdaşlara, belə deyək, məndən izahat istədi həmin əməkdaşlara qarşı. Mən izahatımı yazdım və mənə bildirdilər ki, həmin o izahata cavab olaraq mənim evimə məktub ilə göndəriləcək ki, həmin əməkdaşlara qarşı hansı tədbir görülübdür. Buna görə mən dərin minnətdarlığımı bildirirəm siz izləyicilərə. Sizin sayənizdə bu video ictimailəşdi və mənim səsimə səs verən oldu. İstəyirəm bildirim ki, bütün şikayətlərə baxırlar. Sadəcə olaraq siz sakit durursunuz deyə, şikayət etmirsiniz deyə fikirləşirsiniz ki, baxmayacaqlar. Amma reallıq odur ki, mən şikayət elədim və şəxsən mənim özümlə əlaqə saxladılar ki, gəlin, görüşəyin, danışağın və baxaq görək, məsələ nədir, niyə bu həddə gəlib çatıbdır və məsələni həll eləyək. Əziz izləyicilərim, istəyirəm biləsiniz ki, hər bir şikayətə baxırlar. Sadəcə olaraq siz sakit durursunuz deyə, şikayət etmirsiniz deyə sizin problemləriniz həll yolu tapmır. Bu halda şikayət eləyin, qorxmayın, çəkinməyin və sizin şikayətə əmin olun ki, necə ki mənim şikayətimə baxırlar, elə də sizin şikayətinizə baxacaqlar. Və sizin hər birinizə dərin minnətdarlığımı bildirirəm dəstəyiniz üçün, məni bu vəziyyətə tək qoymamağınız üçün. Mən sizə çox dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.